Herkes salamlayıram. Bugünkü qonağımız değerli terapevtimiz Aqil doktor. Həmişə pasientlər deyirlər ki, stresim var. Deyirəm, stres əslində normal bir haldır. Ətrafında xoşuna gəlmədiyi bir şey. Qaynana stresi. Eve geldi, oldu stres. Bəli. Gəlin evdən getdi, yenə oldu stres. Əslində mən həmişə soruşuram, stres nə zaman yaşayırsınız? Yuxusuzluq xəstəlikdirmi? Yəni yuxu olmazsa insan ölər. Uzanan telefonla oynamaq olmaz. Formasını bir qədər dəyişmiş olsaydılar ki, uzanmış vəziyyətdə. Mümkün olmaz. Gecə ərzində 2 dəfə yuxudan duranın yuxusu pozulur. Hava yatsın adamların Başı bir yol. bir əlavə. Kişinin ürəyinə gedən yol Mədəsindən keçir. mədəsindən Mən başlayır. də fakt görürəm ki, ailələrdə stres durumu artır. Daha öncə elə deyil. Bəlkə qadın tabe olmaq istəmir, yaxud kişilər mi dəyişibdir? Amma Bizim Avropaya oxşamağımız, bizim müasir olmağımız Heç bir əlavəsi yox. Bakılıların qabaq vaxtdadır, yaxşı deyil, əcibdir. Misalı daima insanın gözün qabağında olsa, sizə də əgər maraqlı olsa, təbii ki, bir bəyəni qoyun bizim səhifəmizə və eyni zamanda növbəti dəfə kimi istəyirsinizsə səhifədə buyurun qeyd edə bilərsiniz.